İntensiv yağışların yağması və su basmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq edilib. Belə ki, Bakıda və Abşeron yarımadasında aprelin 4-ü səhərdən 6-sı gündüzədək ara bir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, 4-ndə gün ərzində isə qısa müddətdə güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Gözlənilən intensiv və ara bir güclənən yağışların şəhər ətrafı su basmaya meyilli olan ərazilərə təsir göstərəcəyi ehtimal olunur. Azərbaycanın rayonlarında aprelin 4-ü səhər qərb rayonlarından başlayaraq 7-si səhərədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə yağıntıların intensiv, ayrı-ayrı şərq rayonlarında isə güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusən də Quba-Qusar bölgəsinin çaylarından qısa müddətdə daşqın və sel keçəcəyi istisna olunmur. Aprelin 4-7-sində gözlənilən yağıntılı hava şəraitindən sonra 7-si gündüz və 8-də yağıntıda qısa fasilə yaransa da 9-u gündüzdən yenidən yağıntılı hava şəraiti müşahidə olunacaq. Qeyd edək ki, aprel ayının birinci 10 günlüyündə ölkə ərazisində hava şəraiti dəyişkən, fasilələrlə yağıntılı keçəcək.